İşlədiyim pasientlər arasında tez-tez aldığım bir sual var. Əksərən də bu sualı mən kişi pasientlərdən tez-tez eşidirəm. Bu cavab onlar üçün hər zaman maraqlı olur ki, Pərvanə xanım, münasibətdə olduğum insana nə edirəmsə edim, heç cür qarşıdakı insan razı sala bilmirəm, məmnun edə bilmirəm, məmnunluq hissi almıram, razılıq hissi almıram. Daha çox naşükürlük olur. Niyə axı belə olur? Axı əlimdən gələni onun xoşbəxt olması üçün eləyirəm. O zaman belə bir cavab verirəm ki, hər zaman onlara. Qarşı tərəf ola bilsin ki, xoşbəxtliyin nə olduğunu bilmir. Uşaq vaxtı yetərincə sevilməyibdi, təqdir görməyibdi, sevgiyə layiq görülməyibdi. Hətta ola bilər ki, hələ xoşbəxtliyin adı var onda sadəcə, amma nə olduğunu bilmədən onun axtarışına çıxıbdı. Əslində çox şeylər yata bilər bunun altında. Amma mənim ən çox həmin o kişi pasientlərə verdiyim suallardan biri odur ki, tamam, o bunun axtarışındadır. Xoşbəxtliyin nə olduğunu bilmədiyi halda etdiyin hər bir şey qarşılıqsız qalır. O zaman ona bir sual verginən ki, sən nə olsa xoşbəxt olardın. Əslində, əksərən alınan cavablarda düşünərək heç bir cavabın verilmədiyi görülübdür. Amma ikinci bir məsələnin bir tərəfi də odur ki, mən həmin insanlara və həmin o kişi pasientlərə sual da verirəm. Bəs yaxşı, sən niyə belə bir insanı həyatına çəkmisən? Məmnunluq hissi bacarmayan, ondan şükür dediyin insanı niyə həyatına çəkmirsən? Niyə onunla birlikdə münasibətdəsən? Qarşı tərəfdəki problemi sorğulamaq yerinə məncə əvvəlcə özündəki bu problemi sorğula.